Mesela. Qəpik tapdım. Yox, Amma bu istifadə oluna bilər ki. Hə, təmiz qəşəng. Ala. Avtobus puludur. Deməli, burada tapıntılarımız var. Gördüyünüz kimi açarlar var, qəpiklər var. Bəziləri işə yarayır, bəziləri yox. Dəmirlər var. Daha sonra qablar. Bundan əslində çoxu idi. Sadəcə olaraq ayrıca yığmışıq və onu tullantı üçün xüsusi qaba yollamışıq. Bunları indi müvafiq olan qaba yerləşdirəcəyik ki, heç kimə maneçilik törətməsin. Çünki burada paslı mismarlar da var və bu insan üçün bilirsiniz ki, təhlükəlidir. Siz də çalışın ki, yerə zibil atmayasınız. Xüsusən göründüyü kimi insanlar adicə qapağı belə zibil qutusuna tullamaqdan sanki acizdirlər. Gördüyünüz kimi burada qəpiklər də var. Bunları təbii ki, bu bir milli pul vahididir. Atmaq düzgün olmaz. Yenə də çalışacağıq ki, bir şey edək. Burada da əlavələr var, xırdadır. Daha geniş bir, deyək ki, torbamız da var idi. Ora yığdıq biz lazım olanı.